Son günlər sosial şəbəkələrdə yayılan maraqlı bir video izləyicilərin diqqətini çəkib. Videoda 1 yaş 4 aylıq Firuzə Tağıyevanın ağlayarkən soyuducudan gerda kərə yağını götürüb dişləməsi və dərhal sakitləşməsi sosial media istifadəçilərin marağına səbəb olub. Bu səmimi görüntülərə gerda kərə yağlarının Azərbaycandakı nümayəndəliyi də biganə qalmayıb. Şirkət balaca Firuzənin ailəsini ziyarət edərək ona müxtəlif hədiyyələr təqdim edib. Qeyd edək ki, hazırda gerda kərə yağı ölkə üzrə marketlərdə xüsusi endirimlə satışdadır. Almaniya istehsalı olan 100% təbii inək südündən hazırlanan 200 qramlıq gerda kərə yağı alıcılara 4 manat 55 qəpik qiymətinə təklif olunur. Gerda kərə yağı yüksək keyfiyyəti, təbii tərkibi və qaymaq kimi dadı ilə süfrələrin sevilən seçimlərindən biridir. İndi hər yerdə gerda vaxtıdır.